Noyabrın 1-də Konstitusiya və Suverenlik ili çərçivəsində Zəfər günümüzün 5 illiyi münasibəti ilə rayonun Şahsevən kəndində Qələbənin nəfəsi başlığı altında at yarışları keçirilib. Tədbirdə Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, hüquq mühafizə orqanları, habelə şəhid ailələri, idarə müəssisə təşkilat rəhbərləri, kənd icra nümayəndələri, bələdiyyələr, vətən müharibəsi iştirakçıları, qazilər və kənd sakinləri iştirak ediblər. Tədbirin moderatoru, Şahsevən kənd icra nümayəndəsi Rəfail Əliyev tədbiri açıq elan etdikdən sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin, eləcə də torpaqlarımızın azadlığı uğrunda canından keçmiş vətən qəhrəmanlarının əziz xatirəsi 1 dəqiqəlik sükutla yad olunub. Rəfail Əliyev milli oyunlar, onların tarixi, habelə atçılıq idman növləri, çövkən oyunu və Ağcabədi komandasının uğurları barədə ətraflı məlumat verib. Çıxış edən icra başçısı Rafil Hüseynov qeyd edib ki, bu günlərdə qəhrəman ordumuzun yazdığı şanlı tarixi, düşmən üzərində qazandığımız möhtəşəm qələbəni əks etdirən 8 noyabr gününü ölkə olaraq, xalq olaraq bu gün qürurla qeyd edirik. Zəfər günü iftixar və birlik günümüzdür. O da vurğulanıb ki, keçirilən bu yarışlar gənclərimizə vətənpərvərlik ruhunun aşılanması baxımından böyük önəm daşıyır. Bundan sonra çaparlar at belində Azərbaycanın dövlət bayrağı ilə fəxri dövrə vurublar. Daha sonra yarışlara start verilib. Gərgin və maraqlı mübarizə şəraitində keçən at yarışları tamaşaçıların böyük marağına səbəb olub. Yarışın sonunda Rəfail Əliyev Respublikada atçılıq idman növrünün inkişafındakı xidmətlərinə görə və Zəfər günü münasibəti ilə, eləcə də vətən müharibəsi iştirakçısı Qazi İntiqam Əliyev Ağcabədi rayon İcra Hakimiyyəti başçısının fəxri fərmanları ilə təltif olunublar. Eyni zamanda yarışda 1-ci, 2-ci, 3-cü, 4-cü və 5-ci yerləri tutan çaparlara da pul mükafatları təqdim olunub. Sonda xatirə şəkilləri çəkilib. Gündüz Sevindik, Kənan İsayev, Aran Ağcabədi internet televiziyası üçün.